Newton qanunlarından qüvvələrin əvəzləyicisi, qüvvələrin və əvəzləyici qüvvənin koordinat oxları üzrə proyeksiyası başlığından sualların izahına baxacağıq. Birinci sual. Cismə təsir edən qüvvələrin əvəzləyicisi cismin sürəti ilə qüvvənin təsir müddətinə bərabərdir? Xeyr. Əvəzləyici qüvvə cismin kütləsi ilə təcilin hasilinə bərabərdir. B variantda kütlə ilə sürətin hasili? Xeyr. Cismin kütləsi ilə qüvvənin təsir müddətinin hasilinə? Xeyr. Cismin kütləsi ilə qüvvənin ona verdiyi təcilin hasilinə bərabərdir. Birinci sualda cavab olacaq D variantı. Əvəzləyici qüvvənin cismin kütləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət. Əvəzləyici qüvvənin cismin kütləsinə nisbətinə bərabər olan kəmiyyət təcildir. E variantı. Sabit əvəzləyici qüvvənin təsiri ilə cismin təcilinin onun kütləsindən asılı qrafiki verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. Əvəzləyici qüvvə cismin kütləsi ilə təcilin hasilinə bərabərdir. İstənilən bir nöqtəni götürə bilərik. Bu nöqtədə kütlə 4, təcil 8-dir. 4 vur 8. Əvəzləyici qüvvəmiz olacaq 32 Newton. A variantı. Cismin təcilinin ona təsir edən əvəzləyici qüvvədən asılı qrafiki verilmişdir. Kütləni təyin edin. Cismin kütləsi M bərabərdir F bölünsün A ifadəsi ilə təyin olunur. Bu nöqtəyə uyğun götürsək, qüvvəmiz 6 Newton, təcilimiz 4, 6-nı böləcəyik 4-ə, 1,5 kiloqram. Düzgün cavab A variantı. Cismə təsir edən 4 qüvvənin əvəzləyicisi nəyə bərabərdir? Əvvəlcə biz baxırıq ki, sola və sağa 5 Newton qüvvələr bir-birini tarazlaşdıracaq. Yəni bu iki qüvvənin əvəzləyicisi 0. 7 və 10 Newtonluq qüvvələr əks yönəldiyinə görə çıxacaq. Yəni böyük qüvvədən kiçik qüvvəni çıxırıq, alınır 3 Newton və əvəzləyici qüvvə aşağıya 3 Newton olmaqla yönələcək. Düzgün cavab 3 Newton. E variantı. 6-cı sual. Qüvvə hansı cihazla ölçülür? Təbii ki, qüvvə dinamometr adlanan cihazla ölçüləcək. 7. Cismin sürətinin proyeksiyasının zamanına asılı qrafiki verilmişdir. Hansı zaman intervalda cismə təsir edən qüvvələrin əvəzləyicisinin x oxu üzrə proyeksiyası 0-a bərabərdir. Əgər əvəzləyici qüvvənin proyeksiyası 0-dırsa, deməli təcilin proyeksiyası da 0 olmalıdır. Təcil nə vaxt 0 olur? Cisim ya sükunətdə qaldıqda, ya da bərabər sürətli hərəkət etdikdə. Burada sürət zaman qrafiki verilib. Sürət 0 deyil, amma bərabər sürətli hissə var burada. Deməli, bərabər sürətli də qüvvə 0 olmalıdır. Bu T2, T3 aralığıdır. Yəni 7-də cavab olacaq E variantı. Kütləsi 2 kiloqram olan cisim 20 metr per saniyə sürətlə düz xətli bərabər sürətli hərəkət edir. Əvəzləyici qüvvəni tapın. Bərabər sürətli hərəkətdə təcil 0-a bərabərdir. Çünki sürət dəyişməsi yoxdur. Təcil sürət dəyişməsini xarakterizə edən kəmiyyətdir. Əgər təcil 0-dırsa, deməli orada əvəzləyici qüvvəmiz də 0-a bərabər olacaq. Ona görə də cavab olacaq D variantı. Cismin sürətinin proyeksiyasının zamanına asılı qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvələrin əvəzləyicisinin x oxu üzrə proyeksiyası müsbətdir. Əgər əvəzləyici qüvvənin x oxu üzrə proyeksiyası müsbətdirsə, onda təcilin x oxunda proyeksiyası müsbət olmalıdır. Yəni biz baxırıq ki, burada cisim x oxu üzrə hərəkət edir, yəni sürətin proyeksiyası müsbətdir. Təcilin proyeksiyasının müsbət olması bu iki kəmiyyətin eyni yönəlməsi deməkdir. Yəni cisim bərabər yeyinləşən hərəkət etməlidir ki, doğru cavab alınsın. Burada da yeyinləşən 0T1 intervalında baş veribdir. Yalnız 0-dan T1-ə sürətin proyeksiyası müsbət, yeyinləşən olduğuna görə təcilin proyeksiyası da müsbətdir. Əgər təcilin proyeksiyası müsbətsə, deməli qüvvənin proyeksiyası da müsbət olacaq. Ona görə cavab 0-dan T1-ə, yəni D variantı. 10-cu sual. Cismə təsir edən əvəzləyici qüvvəni 4 dəfə artıranda Newtonun ikinci qanununa görə təcil qüvvə ilə düz, kütlə ilə tərs asılıdır. Qüvvəni 4 dəfə artırsaq, kəsin sürət 4 dəfə artdığına görə təcil də 4 dəfə artacaq. A variantı. 1 kiloqram kütləli birinci kürə sükunətdə olan ikinci kürə ilə toqquşur. Deməli, birinci kürənin kütləsi nə qədərdir? 1 kiloqram. Sükunətdə olan ikinci kürə ilə toqquşur. Qarşılıqlı təsir nəticəsində ikinci kürə birincidən 3 dəfə kiçik təcil alır. Əgər birinci 3A'dırsa, ikinci ondan 3 dəfə kiçik, yəni A təcili alır. İkinci kürənin kütləsini müəyyən edin. Newtonun ikinci qanununa görə cismin hərəkət təcili kütlə ilə tərs asılıdır. Onda biz yazarıq A1-in A2-yə nisbəti M2-nin M1-ə nisbətinə bərabərdir. A1-in yerində yazacağım 3A,
A2'nin yerində A, M1'in yerində 1, M2'dəki bəlli deyil. A'lar ixtisar gedəcək. Onda M2 bərabər olacaq 3 vur 1, yəni 3 kiloqram. Düzgün cavab D variantı olacaq. 11-ci sual. 12. 1 kiloqram kütləli birinci kürə, deməli birinci kürənin kütləsi 1 kiloqramdır. Sükunətdə olan ikinci kürəni itələyir. Bu qarşılıqlı təsir zamanı ikinci kürənin təcili birincinin təcilindən 2 dəfə böyükdür. Deməli birincinin təcili A-dırsa, ikinci ondan 2 dəfə böyükdür, 2A-dır. İkinci kürənin kütləsini təyin edin. A1-in A2-yə nisbəti M2-nin M1-ə nisbətinə bərabərdir. A1 A-dır, A2 2A-dır, M2 bəlli deyil, M1 1-dir. Çarpaz vursaq 2 dənə M2 bərabərdir 1. Buradan M2 bərabərdir 0,5 kiloqram. Düzgün cavab A variantı. Aşağıda eyni bir maddi nöqtənin müxtəlif hərəkət tənlikləri verilmişdir. Hansı halda maddi nöqtəyə ən böyük əvəzləyici qüvvə təsir edir? Əvəzləyici qüvvənin ən böyük olması üçün cismin hərəkət təcili ən böyük olmalıdır. Biz koordinat tənliyinə görə bilirik ki, x bərabər x0 plus v0t plus at kvadrat bölü 2'dir. Yəni t kvadratının qarşısında yazılan rəqəm harada ən böyükdürsə, orada təcil böyükdür. Təcil böyüksə əvəzləyici qüvvə də böyük olacaq. Modulun dediyinə görə işarəyə baxmırıq. Və biz burada cavab olacaq C variantı. Çünki burada təcilimiz 12'dir və ən böyükdür. Çünki t kvadratın qarşısındakini 2'yə vurmaqla təcili təyin edirik. 12 burada 10'dur, burada 6'dır, burada 2'dir, burada 4'dür. Təcil harda ən böyüksə, əvəzləyici qüvvə orada ən böyükdür. 14. Kütləsi 1 kiloqram olan cisim 50 cm/saniyə sürətlə düz xətli bərabər sürətli hərəkət edir. Cismə təsir edən əvəzləyici qüvvə bərabər sürətli hərəkətdə əvəzləyici qüvvə 0-a bərabərdir. B variantı. Hansı kütləli cismə 500 Newton qüvvənin verdiyi təcil 250 cm/saniyə kvadrat olacaq? Əvəzləyici qüvvəmiz var 500 Newton, əvəzləyici bərabərdir 500 Newton. Təcilimizi əsas vaidlə ifadə etsək, yəni metr/saniyə kvadratla 100-ə böləcəyik, olacaq 0,25, daha doğrusu 2,5 100-ə bölsək, metr/saniyənin kvadratı bizim təcili verib, qüvvəni verib, kütləni tapmaq üçün M bərabər F/A-dan 500'ü böləcək 2,5'ə, onda olacaq 200 kiloqram. Düzgün cavab olacaq nə qədər? 200 kiloqram, yəni D variantı. 16-cı sual. Təsvir edilmiş qüvvələrin əvəzləyicisinin modulu 15 Newtondur. F2 qüvvəsinin modulunu tapın. Əvəzləyici qüvvəni verib, biz bilirik ki 90 dərəcə altında yönələndə əvəzləyici qüvvə kök altında F1'in kvadratı plus F2'nin kvadratı ilə təyin olunur. Hər iki tərəfi kvadrata qaldırsaq, onda F əvəzləyicinin kvadratı bərabərdir. Burada kökdən azad olacaq F1'in kvadratı plus F2'nin kvadratı. Əvəzləyici 15 olduğuna görə 15'in kvadratı 225 bərabərdir. F1'in kvadratı 9'un kvadratı 81 plus F2'nin kvadratı. F2'nin kvadratı bərabər olacaq. 225'dən 81'i çıxacaq. Olacaq 144. Onda F2 özü nəyə bərabər? Kök altda 144, yəni 12 Newton. Deməli F2 olmalıdır. 12 Newton. B variantı. 17-ci sual. Təsvir edilmiş qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Biz burada əvəzləyici qüvvəni tapmalıyıq. 90 dərəcə altında yönəldiyinə görə əvəzləyici qüvvə bərabərdir. Kök altında F1'in kvadratı plus F2'nin kvadratı. Bu da bərabərdir. Deməli, nəyə baxacaq burada? 3 Newton və 4 Newton. 3'ün kvadratı plus 4'ün kvadratı. Bu da bərabərdir. Kök altında 9 plus 16. Bunun kök çıxır 25'dən də kök çıxacaq 5 Newton. Yəni düzgün cavab 17-də Y variantı. 18. 20 Newton qüvvənin təsiri ilə cisim 0,2 metr/saniyə kvadrat təcili hərəkət edir. Həmin cisim 100 Newton qüvvənin təsiri ilə hansı təcili hərəkət edər? Əvvəlcə biz cismin kütləsini təyin edə bilərik. Kütləni təyin etsək, M bərabərdir F bölünsün A-dan. Bu cismin kütləsini təyin edək. Qüvvə 20 Newton, təcil 0,2. 20'ni 0,2'yə böləcək. Eləyəcək 100 kiloqram. Deməli, bu cismin kütləsi 100 kiloqramdır. Bəs bu 100 Newtonun təsiri ilə hansı təcil alar?
Bu dəfə təcili tapmaq üçün qüvvəni həmin cismin kütləsinə böləcək. 100 Newtonu 100 kq-a bölsək, olacaq 1 metr böl saniyənin kvadratı. Düzgün cavab A variantı. Kütləsi m olan cisim radiuslu çevrə üzrə sabit omega bucaq sürəti ilə hərəkət edirsə, tətbiq olunan qüvvə. Bu mərkəzi qaçma qüvvəsidir. F bərabərdir MA. A-nın yerində biz yaza bilərik omega və r ilə olan düsturu omega kvadrat r. Mərkəzi qaçma qüvvəsi bu ifadə ilə təyin olunur və çevrə üzrə hərəkətdə mərkəzi qaçma qüvvəsi hər zaman çevrənin mərkəzinə yönəlir. Deməli, m vur omega kvadrat r düsturu ilə hesablanır və çevrənin mərkəzinə doğru yönəlməlidir. Cavab olacaq Y variantı. 20. Kütləsi m olan cisim r radiuslu çevrə üzrə modulca sabit V xətti sürəti ilə hərəkət edirsə, tətbiq olunan qüvvə. Bu dəfə F mərkəzi qaçma qüvvəsi üçün MA, A-nın yerində xətti sürətlə olan düsturunu yazsaq, V kvadrat böl R. Bu düsturla təyin olunur və çevrənin mərkəzinə yönəlir. Mərkəzi qaçma qüvvəsi həmişə çevrənin mərkəzinə yönəlməlidir. Düzgün cavab göstərilir Y variantında. Newton böl kiloqram hansı fiziki kəmiyyətin vaidinə uyğundur? Newton qüvvədir. Kiloqram kütlədir. F böl M A-ya, yəni tərcilə bərabərdir. Cavab olacaq Y. Cismə təsir edən əvəzləyici qüvvənin qiymətini hesablamaq üçün hansı kəmiyyətləri bilmək kifayətdir? Əvəzləyici qüvvə cismin kütləsi ilə tərcilin hasilinə bərabərdir. Kütləni və tərcili bilmək lazımdır. B variantı. Cismin tərcilinin qiymətini hesablamaq üçün hansı kəmiyyətin qiymətini bilmək kifayətdir? Tərcil Newton ikinci qanuna görə əvəzləyici qüvvənin kütləyə nisbətinə bərabərdir. Biz təcili bilmək üçün əvəzləyici qüvvəni və kütləni bilməliyik. Cavab olacaq A variantı. 24. Cismə təsir edən qüvvələrin əvəzləyicisi şəkildəki kimi yönəlmişdir. Yəni aşağıya doğru. Bu cismin təcili hansı istiqamətə yönələcək? Təcil əvəzləyici qüvvə ilə eyni istiqamətdə yönəlir hər zaman. Təcil aşağı yönələcək. Yəni 4 istiqamətində. Cavab olacaq B. 25. Cismə təsir edən qüvvələrin əvəzləyicisi şəkildəki kimi, yəni sağa doğru yönəlir. Təcil o da ondan eyni istiqamətdə yönəlməlidir, yəni 2 istiqamətində. Cavab olacaq A variantı. 26. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib. 1, 2 və 3 nöqtələrinə uyğun zaman anlarında cismə təsir edən əvəzləyici qüvvənin qiymətləri arasında hansı münasibət doğrudur? Bunlar eyni xəttin üzərində yerləşib. Yəni meyl bucaqları eynidir, belə deyək. Təcili təyin etsək, təcil sürət dəyişməsinin zamana nisbətidir. Yəni bu bir növ bucağın qarşısındakı katetin bitişik katə nisbətidir. Yəni tangens alfa ilə təyin olunur. Eyni xətt üzərində olduğuna görə meyl bucaqları eynidir. Yəni təcillər eynidir, başqa sözlə. Əgər 1, 2 və 3 nöqtələrinin təcilləri eynidirsə, deməli orada qüvvələr də bərabərdir. F1 bərabər F2 bərabər F3. Yəni bu nöqtələr eyni xəttin üstündə olduğuna görə orada qüvvələr bərabər olacaq. Bərabər təcilli hərəkət olduğu üçün qüvvələr də eynidir. Cavab olacaq D variantı. 27. Cismə biri-birinin əksinə yönəlmiş 2 qüvvə təsir edir. Baxın, burada 2 qüvvəmiz var. F1 və F2. F1 F2-dən böyük olduğuna görə bu 2 qüvvənin əvəzləyicisini tapsaq, böyükdən kiçiyini çıxacaq və əvəzləyici qüvvə necə yönələcək? Böyük qüvvə istiqamətində, yəni sola doğru. Bu cismin təcili necə yönəlir? Təcil hər zaman əvəzləyici qüvvə istiqamətdə yönəlir. Onda təcil də sola doğru yönəlməlidir. Yəni 5 vektor istiqamətində. Cavab olacaq D. 28. Cismə bir-birinin əksinə yönəlmiş 2 qüvvə təsir edir. Əvəzləyici böyük qüvvə istiqamətində yönələcək. Əvəzləyici bu istiqamətdədirsə, deməli təcil də ondan eyni yönəlir. Yəni 2 istiqamətində A variantı. Düz xətli bərabər yeyinləşən hərəkət edən cismə əvəzləyici qüvvə şəkildəki kimi yönəlib. Əvəzləyici qüvvə hara yönəlirsə, təcil də həmin istiqamətdədir. Deməli, təcil sola yönəlir. Cismin sürəti hansı istiqamətə yönəlir? Bərabər yeyinləşən hərəkətdə sürət və təcil eyni yönəlirdi. Düz xətli hərəkətdən biz bunu bilirik. Onda sürət də sola doğru yönələcək. Təcillə eyni istiqamətdə, yəni 5 vektor istiqamətində. Cavab olacaq C. 30. Düz xətli bərabər yavaşlayan hərəkət edən cismin sürəti şəkildəki kimi yönəlibdir. Əvəzləyici qüvvə hansı istiqamətdə yönəlir? Bərabər yavaşlayanda sürət və təcil əks yönəlir. Deməli, sürət yuxarıdırsa,
Təcil aşağıdır. Təcil hansı istiqamətdədirsə, əvəzləyici qüvvə də həmin istiqamətə yönəlir. Deməli, əvəzləyici qüvvə aşağı yönələcək 4 istiqamətində. B variantı. 31. Cismin təcili şəkildəki kimi yönəlmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətə yönəlir? Təcil yuxarıdırsa, əvəzləyici qüvvə təcillə eyni istiqamətdə yönəldiyi üçün əvəzləyici qüvvə də yuxarıya yönələcək, yəni 1 istiqamətində 31 olacaq C variantı. 32. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sabit olduqda, əvəzləyici qüvvə sabitdirsə, konstant. Onda biz dərhal bilirik ki, deməli təcil sabit olmalıdır. Təcil sabitdir, bu bərabər təcilli hərəkətdir. Cismin getdiyi yolun zamanı asılı qrafiki və bizə mütərizənin içində burada qeyd olunur ki, qüvvə və sürət eyni istiqamətdədir. Qüvvə demək təcil deməkdir. Yəni təcil və sürət eynidir. Bərabər təcilli hərəkətin iki növü var idi. Yeyinləşən və yavaşlayan. Eyni olması nə deməkdir? Deməli bu bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən, əgər sürət və təcil eyni yönəliblərsə, bu yeyinləşən hərəkət idi. Bərabər yeyinləşənin qrafiki verilib burada A variantında. 33. Əvəzləyici qüvvənin qiymətini tapın. Əvvəlcə əks yönəlmiş 5 və 8 Newton qüvvələrin əvəzləyicisini tapsaq, böyükdən kiçiyini çıxacaq, olacaq 8 çıxılsın 5, bu ikisinin əvəzləyicisi 3 Newton və sola. Artıq görürük ki, 3 Newtonla 4 Newton bir-birinə perpendikulyar yönəlib. Bu ikisinin əvəzləyicisini tapsaq, kökün altında 3-ün kvadratı plus 4-ün kvadratı, yəni 9 plus 16, 25, oradan da kök çıxır 5 Newton. Deməli, yekun əvəzləyici qüvvə 5 Newton olub və bu istiqamətdə yönələcək. Cavab Y variantı. 34. Cismə təsir edən qüvvələrin əvəzləyicisi sabit olduqda, yenə də əvəzləyici qüvvə sabitdir. Əvəzləyici qüvvə sabitdirsə, bu bərabər təcilli hərəkət deməkdir, yəni təcildə sabitdir. F və B-nin istiqaməti eynidir. Bu nə deməkdir? Deməli, təcil və sürət eynidir də. Təcil və sürət eynidirsə, B və A. Bu o deməkdir ki, cisim bərabər yeyinləşən hərəkət edir. Bərabər yeyinləşən hərəkətdə sürət zaman keçdikcə artır. Yəni 34-də cavab olacaq Y variantı. 35. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanı asılı qrafiki hansıdır? Biz əvvəlcə təcilin proyeksiyasının zamanı asılı qrafikini quracağıq. Ondan sonra qüvvənin proyeksiyası zamanı asılı qrafikini təyin edəcəyik. AXT qrafiki. 0T1 aralığında cisim X oxuna bərabər yeyinləşən hərəkət edir. Sürətin proyeksiyası müsbət. Yeyinləşən olanda sürət və təcil eyni yönəldiyi üçün deməli təcilin proyeksiyası da müsbətdir və özü də təcil sabitdir. Niyə? Çünki bu bərabər yeyinləşən hərəkətdir, bərabər təcilli hərəkətin bir növü. Deməli təcil müsbət sabit. Sıfırın yuxarısında. T1 T2 aralığında isə cisim X ox istiqamətdə hərəkət edir. Çünki zaman oxundan yuxarıdadır. Sürətin proyeksiyası müsbət. Hərəkət isə bərabər yavaşlayandır. Deməli cisim təcilin proyeksiyası mənfidir. Çünki yavaşlayanda sürət və təcil əks yönəlir. Özdə təcil sabitdir. Çünki bərabər təcilli hərəkətin bir növüdür. Sadəcə proyeksiyası mənfidir. Mənfi sabit. Təcil zaman qrafikini qurandan sonra təcilin proyeksiyası zaman asılı qrafiki necədirsə, qüvvə də eyni şəkildə olmalıdır. Yəni əvvəlcə 0T1 aralığında müsbət sabit, sonra T1 T2 aralığında mənfi sabit, yəni cavab olmalıdır B variantı. 36. F qüvvəsinin vektorunun Y və X oxu üzrə proyeksiyalarını hesablayın. Qüvvənin X oxunda proyeksiyasının və Y oxunda proyeksiyasını tapmalıyıq. Bunun üçün biz son koordinatdan başlanğıcı çıxacaq. X oxunun başlanğıc koordinatı 10-dur, son koordinatı 4-dür. Onda yazacağım son koordinat, yəni 4 çıxılsın başlanğıc koordinat 10 eləyəcək mənfi 6. Y oxunda son koordinatdan başlanğıcı çıxacağım. Başlanğıc 4-dür, son koordinat 8-dir. 8-dən çıxacağım 4-ü, eləyəcək 4 Newton. Deməli, X-də proyeksiyası mənfi 6, Y-də müsbət 4. Cavab olacaq B variantı. 37. F qüvvə vektorunun X və Y oxu üzrə proyeksiyalarını hesablayın. Qüvvə vektorunun X oxunda proyeksiyası tapmaq üçün biz onun son koordinatından başlanğıca çıxacağıq.
Başlanğıc 8, x-də sonu 0-dır. 0 çıx 8, x oxunda proyeksiyası -8, y oxunda proyeksiyası son çıx başlanğıc. Başlanğıcı 5, sonu yenə 5. 5 çıx 5, y oxunda proyeksiyası 0-dır. Yəni, hansı oxa paraleldir, perpendikulyar dayanıbsa, orada proyeksiyası 0-dır. X-də -8, y-də 0 cavab oldu D variantı. 38. F qüvvəsinin x və y oxu üzrə proyeksiyasını tapın. X oxunda proyeksiyasını tapmaq üçün son koordinatdan başlanğıca çıxacağım. Son koordinat 6, başlanğıc 0. Elədi, müsbət 6 Newton. Y oxuna perpendikulyardır. Bu artıq bəllidir, 0 deməkdir. Son və başlanğıc koordinatlar üst-üstə düşür. Çünki bu son koordinat. Gəldi Y-ə baxdı 3, başlayıb yenə 3. 3 çıx 3, 0. X oxunda müsbət 6, Y oxunda 0. D variantı. 39. F1 və F2 qüvvələrin əvəzləyicisinin proyeksiyalarını hesablayın. Əvvəlcə F1-in həm X oxunda, həm də Y oxunda proyeksiyasını tapaq. F1-in X oxunda proyeksiyası 0-dır. Çünki başlanğıc koordinatı da X-ə görə 2-dir. Son koordinat da 2-dir. 2-dən 2-ni çıxacaq 0. Y oxunda proyeksiyası 8 çıx 4, müsbət 4 Newton. F2-nin X oxunda proyeksiyası son koordinat 8, başlanğıc 2, 8 çıxılsın 2, 6 Newtondur. F2-nin Y-də proyeksiyası isə Y-ə perpendikulyar qaldığına görə 0-dır. Çünki 4 çıx 4, 0 eləyəcək. F1x-lə F2x-i toplayıb Fx-i tapacaq. Fx, F1x plus F2x-dir. Eləcək 6 Newton. Fy-i tapanda da F1y-lə F2y-i toplayacaq. Yəni 4 plus 0, bu da eləcək 4 Newton. Deməli, Fx 6 Newton, Fy 4 Newton cavab A variantında göstərilib. 40-cı sual. F1 və F2 qüvvələrinin proyeksiyasını tapın. F1-in X oxunda proyeksiyasını tapsaq, X oxuna perpendikulyar baxdığına görə 0, Y oxunda proyeksiyasını tapsaq, son koordinat çıx başlanğıc koordinatdır, Y çıx Y0, yəni 4 çıx 10, -6-dır. F2-nin, bu F1-in Y-də proyeksiyası, F2-nin X-də proyeksiyası 2 çıxılsın 6, eləcək -4. F2-nin Y-də proyeksiyası isə Y-ə perpendikulyar baxdığına görə 10 çıx 10, 0 Newton. Fx, F1x-lə F2x-in cəmidir. Yəni 0 plus -4 olacaq -4. Deməli, Fx -4-dür. Fy, F1y-lə F2y-in cəmidir. Bu da eləyəcək F1y -6, F2y 0-dır. Toplayacaq olacaq -6 Newton. Fx -4, Fy -6 cavab olacaq D variantı. 41-ci sual. Kök altında Newton bölünsün kilogram vur metr. Biz bilirik ki, Newton qüvvənin vahidi. Qüvvənin F bərabər ma düsturuna görə Newton bərabərdir kilogram vur, kütlənin vahidi kilogram. Təcilin yerində də metr böl saniyə kvadrat yaza bilərik. Deməli, Newton nəyə bərabərdir? Kilogram vur, metr böl saniyənin kvadratı. Yerinə yazacağım. Kökün altında Newtonun yerində yazırıq. Kilogram vurulsun, metr böl saniyənin kvadratı bölünsün, kilogram vurulsun, metr. 2 kəsri böləndə birinci olduğu kimi qalır. Yəni, kilogram vur, metr böl saniyənin kvadratı vurulsun. İkincinin tərsi, yəni 1 bölünsün, kilogram vurulsun, metr. Kilogram vurulsun, metrləri ixtisar gedəcək. Qalacaq kökün altında 1 bölünsün, saniyənin kvadratı. Buradan da kök çıxır. 1 bölünsün, saniyə. 1 böl saniyə nəyin vaididir? Tezliyin. Cavab olacaq Y variantı. 42. Cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin sürətinin proyeksiyası zamanı asılı qrafikini qurun. Başlanğıc sürət müsbətdir. Biz baxırıq. Əvvəlcə 0T1 aralığında qüvvənin proyeksiyası müsbət sabit. Deməli, təcilin proyeksiyası da müsbət sabitdir və təcil sabit olmalıdır. Burada A konstant, yəni bərabər təcilli hərəkətdir. Müsbət olması, başlanğıc sürətində müsbət olması
Birinci hissədə, yəni 0T1 hissəsində cismin bərabər yeyinləşən hərəkət elədiyini göstərir. Bərabər yeyinləşən. Hardan bildik? Çünki əvvəlcə başlanan sürət müsbətdir. Təcilin də müsbət sabit olması biz ona əsas verir ki, sürət və təcil ikisi də müsbət və sabit, müsbət eyni yönəliblər. Deməli, yeyinləşən hərəkətdir. T1, T2 hissəsində qüvvə sıfırdır. Yəni, təcil də sıfırdır. Təcil nə vaxt sıfır olur? Cisim ya bərabər sürətlə hərəkət eləməlidir, ya da sükunətdə qalmalıdır. Bu ikisindən biri olmalıdır. Üçüncü, T2, T3 hissəsində biz görürük ki, artıq qüvvənin proyeksiyası mənfidir. Yəni, təcilin proyeksiyası da mənfidir. Deməli, cisim bərabər yavaşlayan hərəkət eləmiş olacaq. Demək, əvvəl bərabər yeyinləşən, bərabər sürətli, sonra bərabər yavaşlayan bu D variantında göstərilib. Bərabər yeyinləşən, bərabər sürətli, sonra bərabər yavaşlayan. 43. Cismin sürətinin proyeksiyasının zamanı qrafiki verilmişdir. Hansı zaman intervalında cismə təsir edən qüvvənin əvəzləyicisinin x oxu üzrə proyeksiyası ən kiçikdir. Əvəzləyici qüvvənin ən kiçik olması üçün təcil ən kiçik olmalıdır. Baxaq, burada hansı aralıqda təcil ən kiçikdir? Bir tapaq. Əvvəlcə 0-1 hissəsində təcil nəyə bərabərdir? Sürət dəyişməsi böl zaman. Sürət dəyişməsi neçə damadır burada? 1, 2, 3. 3 dama. 3 böl. Zaman dəyişməsi də 1 bölgü olsun. 3 böl 1, 3. 0-1 hissəsində tapdıq. Sonra 1-2 hissəsində. 1-2 hissəsində yenə də təcil bərabər sürət dəyişməsi böl zaman. 1-2 də sürət dəyişməsi yenə 3 bölgüdür. Zaman dəyişməsi 1. 3 böl 1 yenə 3. Sonra 1-2-dən sonra 2-3-də 2-3-də də təcili təyin eləsək, sürət dəyişməsini bölməliyik zaman dəyişməsinə. 2-3-də sürət dəyişməsi bu dəfə 2 bölgüdür. 2 böl, zaman dəyişməsi 1. 2 böl 1 elədi 2. Sonra 3-4-də 3-4-də təcili təyin eləsək, biz sürət dəyişməsini bölməliyik zamana. Sürət dəyişməsi 1, zaman dəyişməsi də 1. 1 böl 1, 1. Və nəhayət sonuncu 4-5-də təcili təyin eləsək, sürət dəyişməsini zamana bölməliyik. Sürət dəyişməsi 4-5-də 2 bölgüdür, zaman dəyişməsi 1. 2 bölünsün 1, bu da elədi 2. Və indi biz baxırıq burada. Harada təcil ən kiçikdir? 3, 3, 2, 2, 1. Ən kiçik oldu 1, yəni 3-4 hissəsində 43-cü sualda cavab olacaq C variantı. 3-4-də təcilimiz ən kiçik olacaq. Qüvvə də ən kiçik olacaq. 44. Cismin sürətinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Qüvvələrin əvəzləyicisinin zamanı asılı qrafikini qurun. Əvvəlcə biz təcil zaman qrafikini quracağıq. Təcilin proyeksiyasının zamanı asılı, sonra qüvvəyə. Əvvəlcə bu hissədə cisim x oxuna bərabər yavaşlayan hərəkət edir. Yəni sürət müsbətdir, yavaşlayan olduğuna görə təcilin proyeksiyası mənfidir, özü də sabitdir. Çünki bərabər yavaşlayan, bərabər təcilli hərəkətin bir növüdür. Mənfi sabit. Sonra bərabər sürətli hərəkət var, yəni bərabər sürətlidə də təcil 0 olur. Təcil zaman qrafiki necə quruldusa, qüvvə də eyni cür olmalıdır. Yəni burada olacaq C variantı. 45. Cismin sürətinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Qüvvələrin əvəzləyicisinin proyeksiyası zamanı asılı qrafikini qurun. Əvvəlcə biz təcilin proyeksiyası zamanı asılı qrafikini quraq. Əvvəlcə bu hissədə cisim x oxu istiqamətində hərəkət edir. Sürətin proyeksiyası müsbət. Yeyinləşən olduğuna görə təcil də müsbətdir və sabitdir. Çünki bərabər yeyinləşən hərəkətdə bərabər təcilli hərəkətin bir növüdür. Təcil müsbət sabit. Sonra bərabər sürətli hərəkət görürük. Bərabər sürətli hərəkətdə sürət sabit olduğuna görə təcil 0-a bərabərdir. Deməli, təcil zaman qrafikini bu şəkildə qurduqsa, deməli, qüvvənin proyeksiyası da əvvəlcə müsbət sabit olacaq, sonra 0-a bərabər olacaq. Yəni, cavab A variantı. 46. Cismin sürətinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanı asılı qrafikini qurun. Təcilin proyeksiyası zamanı asılı qrafikini quraq. Əvvəlcə 0T1 hissəsində sürətin proyeksiyası mənfidir. Bərabər yavaşlayan olduğuna görə təcilin proyeksiyası müsbət sabit olacaq. Müsbət sabit 0T1-də. Sonra T1-dən sonraki hissədə x oxuna hərəkət edir. Sürətin proyeksiyası müsbət.
Yeyinləşən olduğuna görə təcil də müsbətdir. Təcil də müsbət, deməli T1, T2 deyək buna da. Burada yenə müsbət sabit. Onda qüvvənin proyeksiyasının zamanası qrafikdə eyni şəkildə qüvvə hər iki hissədə müsbət olacaq. Müsbət sabit. Düzgün cavab Y variantında göstərilib. 47. Düz xətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamanası qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiya zamanası qrafiki qurulur. Eyni tipdə bir sualdır. A, X, T-ni quraq əvvəlcə. Burada cisim bərabər sürətli hərəkət edir. Bərabər sürətli hərəkətdə təcil sıfıra bərabər. Deməli, sıfırla başlamalıdır. Bu hissədə, bunu silək. Bu hissədə sürətin proyeksiyası mənfi, yavaşyan olduğuna görə əks yönəlirlər deyə təcil müsbət sabit. Müsbət sabit. Və nəhayət sonuncu bu yuxarı hissədə təcilin proyeksiyasını necə tapacağıq? Sürət müsbətdir, yeyinləşəndir deyə təcil yenə müsbətdir. Deməli, yenə müsbət. Təcilin proyeksiyasının zamanası qrafikinə görə qüvvənin proyeksiyası da eyni şəkildə göstərilməlidir. Yəni, əvvəlcə 0 olmalıdır, sonra müsbət sabit olmalıdır. Bu da B variantında göstərilir. 48-ci sual. Euler-Venn diaqramında düz xətt boyunca hərəkət edən A və B avtomobillərinin sürətinin proyeksiyasının zamanası qrafikinə uyğun ifadələri müəyyən edin. A avtomobili biz görürük ki, X oxunun əksinə yeyinləşəndir. B avtomobili isə X oxunun əksinə yavaşyan. Bura yazaq. Bərabər yeyinləşən. Burada bərabər yavaşyan. İndi uyğunluqları seçəcəyik. Cismə təsir edən əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlib. Bu nə deməkdir? Yeyinləşəndə sürət və təcil eyni istiqamətdə yönəlir axı. Təcil nə deməkdir? Qüvvə deməkdir. Belə çıxır ki, təcil hara yönəlirsə qüvvə də oraya yönəlir deyə sürət və qüvvə də eyni yönəlib. Deməli, əvəzləyici qüvvə hərəkət istiqamətində haçan yönəlir? Yeyinləşəndə 1 getdi birincisinə. Cismə təsir edən əvəzləyici qüvvə hərəkətin əksinə yönəlir. Yavaşyanda sürət və təcil bir-birinə əks istiqamətdə yönəlirlər. Onda belə çıxır ki, sürət və əvəzləyici qüvvə bir-birinə əks yönəlir. Harda? Yavaşyan hərəkətdə 2 getdi ikincisinə. X oxunun əks istiqamətdə hərəkətdir. Hər ikisi. Çünki zaman oxundan aşağıdadır. Əvəzləyici qüvvənin proyeksiyası müsbətdir. Əgər hərəkət istiqamətindədirsə, müsbət, hərəkətin əksinədirsə, mənfidir. Burada biz görürük ki, harda hərəkətin, demək, cisimlər, bir dəqiqə, biz bu X oxuna baxır-baxmır onu müəyyən eləməliyik. A cismi X oxunun əksinə gedir. Yəni, sürətin proyeksiyası nədir? Mənfidir. Onda qüvvənin proyeksiyası da mənfi olsa, bu hərəkətin əksinə yönəldiyini göstərir. Proyeksiya, daha doğrusu hərəkətlə eynidir, sadəcə proyeksiyası mənfidir. Niyə? Çünki cisim X oxunun əksinə gedir. Amma B avtomobili sürətin proyeksiyası mənfidir. Çünki X oxunun əksinədir hərəkət. Yavaşyan olduğuna görə qüvvənin proyeksiyası müsbət olacaq. Əks yönəlir axı. Onda proyeksiya müsbətdir fikri ikincisinə uyğundur. Bərabər yeyinləşən hərəkətdir hansı? A avtomobili yeyinləşən gedir. 1, 5, 2, 4 və 3, Y variantında göstərilib. 49. Sükunət vəziyyətindən hərəkətə başlayan cisimlərə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamanası qrafiki verilib. Euler-Venn diaqramında bu hərəkətlər üçün uyğun ifadəni müəyyən edin. Əvvəlcə sükunət vəziyyəti bizə ipucudur, V0-0-dır. Cisim sükunət vəziyyətindən heç vaxt yavaşın hərəkət eləyə bilməz, yeyinləşən hərəkət eləməlidir. Birinci hərəkət bərabər təcilli hərəkətdir. Biz burada görürük ki, təcil sabitdir. Proyeksiyası mənfi də olsa, AX mənfi. İkincidə qüvvə artır. Qüvvə artırsa, deməli, bu artan təcilli hərəkətdir. Deməli, təcil də artır. Bərabər təcilli hərəkətdir. Birincisinə uyğundur. Çünki burada qüvvə sabit idi deyə. Biz dedik ki, təcil də sabitdir. Artan təcilli hərəkət ikincisinə uyğundur. Qüvvə artırsa, təcil də artır. Zaman keçdikcə sürətin qiyməti artır hər ikisində. Çünki cisim sükunət vəziyyətindən yalnız yeyinləşən hərəkət edə bilər. X oxunun istiqamətində hərəkətdir. İkinci hərəkət X oxu istiqamətindədir. Çünki qüvvənin proyeksiyası müsbətdir. Yeyinləşən gedirsə, demək, sürətlə qüvvə eynidir. Deməli, sürət də müsbətdir. Onda X oxu istiqamətdə hərəkət edir. İkincisinə uyğundur bu. Deməli, 4 getdi ikincisinə. X oxunun əksi istiqamətdə hərəkətdir.
Bu sükunət vəziyyətində yeyinləşən gedir. Deməli, x oxunun əksinə gedir. Hardan bilirik? Qüvvə və təcil mənfidir. X oxunun əksinə yönəlib 1, 5, 2, 4 və 3 A variantına uyğundur. 50 eyni tipdə bir sualdır. Sükunət vəziyyətində yenə də V0 başlanğıc sürətimiz 0-dır. Sükunət vəziyyətindən cisim yalnız yeyinləşən hərəkət edə bilər. Birincidə cisim bərabər təcillə hərəkət edir. Qüvvə sabit, təcil də sabitdir. İkincisində qüvvənin modulu artır. Deməli, təcilin modulu da artacaq. Bu artan təcilli hərəkətdir. Baxaq burada. Deməli, bərabər təcilli 1 getdi birincisinə, artan təcilli 2 getdi ikincisinə. Zaman keçdikcə sürət artır hər ikisində. Çünki sükunətdən cisim yeyinləşən hərəkət edir. X oxu istiqamətində hərəkətdir. Birincisində biz baxırıq ki, qüvvənin proyeksiyası müsbət, təcilin proyeksiyası da müsbətdir. Deməli, bu sükunətdən başlayıb x oxuna gedir ki, təcili müsbətdir də. X oxu istiqamətində hərəkət birincisinə uyğundur. X oxunun əksinə hərəkət isə ikincisinə uyğun olacaq. 1, 4, 2, 5 və 3 ortağa D variantına uyğundur. 51. Sükunət vəziyyətindən hərəkətə başlayan cisimlərə təsir edən əvəzləyici qüvvələrin proyeksiyasına münasib qrafikləri verilibdir. Euler-Venn diaqramında bu hərəkətlər üçün uyğun bəndləri müəyyən edin. Biz baxırıq ki, birincisində qüvvə artır. Qüvvə artırsa, deməli təcil də artır. Artan təcilli hərəkət birincisinə uyğundur. Azalan təcil. Burada biz görürük təcilin modulu azalır. Onda belə çıxır ki, qüvvənin modulu azalır. Onda təcilin modulu da azalır. 2 ikincisinə uyğundur. Verilmiş zaman müddətində sürətin qiyməti artır. Bu hər ikisinə uyğundur. Çünki sükunət vəziyyətindən cisim yeyinləşən hərəkət edir. X oxu istiqamətində hərəkətdir. Bu təbii ki, birincisinə uyğundur, çünki müsbətdir. Verilmiş zaman müddətində x oxunun əksinə hərəkət edir. X oxunun əksinə ikincisinə uyğundur. 5 də bura getdi. 1, 4, 2, 5, 3 ortağa B variantı. 52. Burada koordinat zaman qrafikləri verilibdir. Birinci bərabər yeyinləşəndir bu. İkincisində isə bərabər yavaşlayan qrafiki göstərilib. Əvəzləyici qüvvə hərəkət istiqamətindədir. Yeyinləşəndə sürət və təcil eyni yönəlir. Təcil hara yönəlirsə, qüvvə də oraya yönəlirsə, deməli belə çıxır ki, sürət və qüvvə eyni yönəlib. Yəni əvəzləyici qüvvə hərəkət istiqamətindədir. Yeyinləşəndə 1 getdi birincisinə. Əvəzləyici qüvvə hərəkətin əksinə yönəlibdir. Yavaşlayanda sürət və təcil bir-birinə əks yönəlir. Təcil hara yönəlirsə, qüvvə də oraya yönəlir. Belə çıxır ki, qüvvə sürətlə əks yönəlib, yəni hərəkətin əksinə yönəlib. 2 ikincisinə uyğundur. Hərəkət müddəti x oxu boyunca baş verib. Hər iki zaman oxundan yuxarıdadır. Deməli, x oxu istiqamətdə hərəkətdir. Hər ikisində 3 ortaq olana getməlidir. Bərabər yeyinləşən birinci, bərabər yavaşlayan ikinci. 1, 4, 3 ortağa. Cavab D variantında göstərilib. 2, 5 də ikincisinə uyğundur. Deməli, 52-də cavab oldu D. 53. Bu dəfə sürət zaman qrafiki verilibdir. Birincidə görürük ki, sürət azalır. Deməli, bərabər yavaşlayan hərəkətdir. İkincisində sürət artır. Bərabər yeyinləşən. Bərabər yavaşlayanda biz dedik ki, sürət və təcil əks yönəlir. Yəni, qüvvə və əvəzləyici qüvvə hərəkətlə əks yönəlir. Əvəzləyici qüvvə hərəkət istiqamətində yönəlir. Yeyinləşəndə bir gedir ikincisinə. Əvəzləyici qüvvə hərəkətin əksinə yönəlib. İkincisi yavaşlayana uyğundur. Yəni, birincisinə. Hərəkət verilmiş müddətdə x oxu boyunca baş verib. Biz görürük ki, hər ikisi zaman oxuna yuxarıdadır. Yəni, hərəkət hər ikisində x oxu boyunca baş verib. Yeyinləşən sürətin artdığı 4 ikinci cismə uyğundur. Yavaşlayan birinci uyğundur. 2, 5, 1, 4 və 3 cavab B variantında göstərilib. 54. Euler-Venn diaqramında hərəkət istiqaməti göstərilmiş cisimlər üçün uyğun bəndləri müəyyən edin. Biz baxırıq ki, burada qüvvə hara yönəlirsə, təcil də ora yönəlir. Yəni, burada birincidə sürət və təcil əks yönəlir. Deməli, necə hərəkət? Bərabər yavaşlayan. İkincisində qüvvə hara yönəlirsə, təcil də oradadır. Deməli, burada sürət və təcil eyni yönəlib. Deməli, bu yeyinləşən hərəkət. Bərabər yeyinləşən. Sual. Birincisi,
X oxu istiqamətində yeyinləşən hərəkətdir. Cisim X oxuna yeyinləşən. Bu getdi ikincisinə. İkinci cismin hərəkəti bərabər yeyinləşən özdə X oxu istiqamətində. Bunu müəyyən elədik. Sonra X oxu istiqamətdə bərabər yavaşlayan hərəkətdir. Cisim 2 getdi birincisinə. Bərabər təcilli hərəkətdir. Hər ikisi bərabər yeyinləşən də, yavaşlayan da bərabər təcilli hərəkətin növüdür. Sürət və təcil istiqaməti eynidir. Baxaq, sürət və təcil ikincisində eynidir. 4 getdi bura. Bir dəqiqə. Sürət və təcil eynidir deyir. Sürət və təcil əksi nədir? Bərabər yavaşlayanda sürət və təcil əksidir. 5 də birincisine uyğundur. 2, 5. Bir dəqiqə, bura 2-ni yazmışıq. Bir nədir? X oxu istiqamətdə yeyinləşən hərəkətdir. X oxu istiqamətində yeyinləşən bu 2, 1, ikinci 1 olmalıdır. Bu X oxuna yeyinləşən. Deməli, 2, 5, 1, 4 və 3, 2, 5, 1, 4, 3 C variantında göstərilir. Deməli, cavab olacaq C. 55. Eyler Venn diaqramında hərəkət istiqamətləri göstərilmiş cisimlər üçün uyğun bəndləri müəyyən edin. Təcil istiqaməti qüvvə ilə eynidir. Bu cisim X oxunun əksi istiqamətində bərabər yeyinləşən hərəkət etdi. Hardan bax bildik bunu? Sürət X oxunun əksinə yönəlib. Sürətlə təcil eynidir, yeyinləşən. Təcili də çəkirik, təcillə qüvvə eynidir deyə. Bu cisim isə X oxu istiqamətində, X oxu sağa baxıraq, sürət də sağa baxır. Deməli, X oxu istiqamətdə sürət və təcil eynidir. Bu da yeyinləşən hərəkətdir. Baxaq. X oxu istiqamətdə bərabər yeyinləşən. Birinci uyğundur ikinci cismin hərəkətinə. X oxunun əksinə yeyinləşən. Bu birinci cismin hərəkətinə uyğundur. Sürət və təcil eynidir. Hər ikisi yeyinləşəndir. Hər ikisində sürət və təcil eynidir. Təcilin istiqaməti X oxuna yönəlir. Harda? İkincidə. Baxın, X oxuna baxır. 4 getdi bura. Təcil X oxunun əksinə yönəlib. Təcil X oxunun əksinə birinci cismdə uyğundur. 2, 5, 1, 4 və 3 ortaq olana, yəni 55-də cavab A variantı. 56. Qarşı-qarşı hərəkət edən iki kürə toqquşur. Qarşılıqlı təsir qüvvələri və təcillər arasında. Əvvəlcə iki cisim qarşılıqlı təsirdədirsə, Newtonun 3-cü qanununa görə qüvvələrin modulları bərabərdir. İki cismin qarşılıqlı təsir qüvvələrinin modulları bərabər olacaq. Təcil isə kütlədən tərs asılıdır. Yəni A1-in A2-yə nisbəti M2-nin M1-ə nisbətinə bərabərdir. M2 2M'dir, M1 M'dir. Deməli, cavab olacaq 2. Onda A1 bərabərdir 2 dənə A2-yə. A1 bərabər 2 dənə A2. Qüvvələr də bərabərdir. Yəni 56-da cavab olmalıdır C. 57. Üfüqi səth üzərində sürtünməsiz hərəkət edən 25 kq kütləli cismə sürət vektoru ilə 60 dərəcəli bucaq əmələ gətirən 200 Newton qüvvə təsir edir. Düşünün, üfüqi səth üzərində bir cismimiz var. Bu istiqamətdə hərəkət edir. Sürət ilə 60 dərəcəli bucaq əmələ gətirən F qüvvəsi təsir göstərir. Təcilin proyeksiyasını tapın. Təcilin proyeksiyasını tapmaq üçün əvvəlcə qüvvənin proyeksiyasını tapaq. Qüvvənin proyeksiyası F cos alfa ilə təyin olunacaq. Onda Fx x oxunda proyeksiyası nə qədər olacaq qüvvənin? 200 vurulsun. Kosinüs 60-da 0.5 verilib. 0.5 eləcək 100 Newton. Təcilin proyeksiyasını tapmaq üçün qüvvənin proyeksiyasını kütləyə bölməliyik. Yəni 100-ü böləcək kütləsi nə qədərdir bu cismin? 25 kq. 25-ə təcilin proyeksiyası 4 metr böl saniyənin kvadratı olacaq. Y variantı. 58. Kütlələri M1 və M2 radiusları R1 verilibdir. Maddi nöqtələrə təsir edən qüvvələri müqayisə edin. Çevrə üzrə hərəkəti F bərabər MA-dan. Bunlar eyni sürətlə gedir deyə V1 V2 bərabər. A-nın yerində də yazacağım ki, M vur V kvadrat bölər. Və düsturdan görünür ki, qüvvə kütlə ilə düz asılıdır, radiusla isə tərs. Onu da yazıram. F1-in F2-yə nisbəti kütlə ilə düz asılıdır deyə M1-in M2-yə vurulsun, radiusla tərs asılıdır. R2-nin R1-ə bərabərdir. M1-in yerində M, çünki verilib bizə. M2-nin yerində 2M yazıram. Vurulsun. R2-nin yerində 2R. R1-in yerində isə R yazıram. R-lər ixtisar gedir.
M-lər gedir, 2-lər gedir, qalıb 1. Onda elə belə çıxır ki, burada cavab 1-dir. F1 bərabər F2-yə. D variantı. 59. Şəkildə verilən 5 qüvvənin əvəzləyicisini tapın. Əvvəlcə biz F1 və F4 bu ikisinin əvəzləyicisini tapsaq, bu iki vektorun əvəzləyicisi birincinin başlanğıcından ikincinin sonuna yönələn vektor olacaq. Yəni bu istiqamətdə yönəlir. Bu vektor da F5 ilə üst-üstə düşdüyünə görə, demək 1 və 4-ün əvəzləyicisi F5-ə bərabərdir. Eləyir 25 Newton. Sonra F3 ilə F2-nin əvəzləyicisini də tapsaq, o da birincinin başlanğıcından birinin sonuna, o da gəlir F5 ilə üst-üstə düşür. Deməli, o da 25 Newtondur. Bir də F5-in özü də var axı. O da 25 Newton. Üçü də deməli, eyni yönəldiyinə görə toplanacaq. Onda ümumi əvəzləyici qüvvə 3 dənə F5-dir. Yəni, əvəzləyici qüvvəmiz nə qədər olacaq? 75 Newton. Cavab olacaq Y variantı. 60. Burada da qüvvələrin əvəzləyicisinin modulunu tapın deyir. 7 və 11 Newton bir-birinə əks yönəlib çıxacaq. 4 Newton və sağa, 5 və 8 əks yönəlib yenə çıxacaq. 3 Newton aşağı, 3 və 4 bir-birinə perpendikulardır. Əvəzləyicisi nə qədər olacaq? 3-ün kvadratı plus 4-ün kvadratı 9 plus 16 25. 25-dən də kök çıxır 5 Newton. Cavab olacaq A variantı. 61. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası zamanı qrafiqə verilib, sürətin proyeksiyasını tapın. Əvvəlcə burada baxırıq ki, qüvvənin proyeksiyası nədir? Mənfi sabit. Deməli, təcilin proyeksiyası mənfi sabit olmalıdır. Sonra qüvvə sıfıra bərabərdir. Deməli, təcil də sıfıra bərabər olur. İndi baxırıq. A variantında yeyinləşəndir, müsbət sabitdir, olmaz. B variantda yavaşan hərəkət verilib. Deməli, burada baxırıq ki, sürətin proyeksiyası müsbətdir. Başlanğıc sürət. Çünki x oxuna gedir. Amma yavaşan hərəkət olduğuna görə təcilin proyeksiyası mənfi. Sonra bərabər sürətli hərəkətdir deyə təcil sıfıra bərabər. Cavab elə B variantı. 62. Sürət x oxunun əksinə yönəlib başlanğıc sürət. Deməli, bu cisim x oxunun əksinə hərəkət edir. Ona görə dərhal C və Y variantlarını silirik. Qüvvə, əvəzləyici qüvvə yönəlib x oxuna. Deməli, təcil də bu istiqamətdə baxır. Sürət və təcil əks yönəldiyinə görə. Deməli, cisim x oxunun əksinə sürət və təcil əks yönəldiyi üçün yavaşyan, bərabər yavaşyan hərəkət edir. X oxunun əksinə yavaşyanı göstərir. D variantı. 63. Cisim hansı istiqamətdə hərəkət edir? Sürətə baxırıq. X oxu istiqamətində. Deməli, hərəkət X oxu istiqamətində olar. A variantı, C variantını dərhal silirik. Təcil qüvvə ilə eyni yönəldiyinə görə təcil x oxunun əksinə baxır. Sürət və təcil əks yönəldiyi üçün deməli hərəkət yavaşyandır. Yavaşyan. X oxu istiqamətdə yavaşyan, bu da B variantına uyğundur. 64. Sürət baxır hara? X oxunun əksinə. Deməli hərəkət x oxunun əks istiqamətindədir. Təcillə qüvvə eyni yönəlir. Deməli təcil də sola doğru yönəlir. Sürətlə eyni yönəldi təcil. Deməli yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən. Deməli, hərəkət x oxunun əksinə yeyinləşəndir. Bu da C variantında göstərilib. 65. R radiuslu polad kürəyə F qüvvəsi müəyyən təcil verir. Bəs R/2 radiuslu polad kürəyə hansı qüvvə həmin təcili verər? Biz bilirik ki, F bərabərdir MA-dan. M-in yerində ρV A yazsaq, kürə olduğunu nəzərə alsaq bir də, V-nin yerində 3/4 kürə həcmi üçün PR-in kubu A yazsaq, təcilin sabit qalması üçün, yəni eyni təcilin alınması üçün F R/3-dən asılıdır. Radiusdan. Üstü qüvvət 3 şəklində asılıdır. Yəni, radius R olanda qüvvə F idisə, bəs radius R/2 olsa, biz onu kuba qaldırsaq, R/2 olsa, onda qüvvə F/8 olmalıdır. Yəni, radius 2 dəfə azalanda qüvvə 8 dəfə azalacaq, üstü 3 dəfə. F/8, yəni C variantı. 66. Yenə eyni tipdə bir sualdır. R radiusu polad kürəyə F qüvvəsi müəyyən təcil verirsə, 2R radiusu polad kürəyə hansı qüvvə həmin təcili verər? Biz bilirik ki, F bərabərdir MA, M-in yerində ρVA, burada V-nin yerində 3/4 PR-in kubu A və biz görürük ki, F R/3 asılıdır.
Yəni radius r olanda qüvvə F idisə, radius 2 dəfə artsa, qüvvə 8 dəfə artıb 8F olacaq. Yəni C variantı. 67. Sürət x oxunun əksinə baxır. Deməli, cisim x oxunun əks istiqamətdə hərəkət edir. Təcil qüvvə ilə eyni yönəldiyi üçün x ox istiqamətə yönəlir. Sürət və təcil əksdirsə, deməli, bu yavaşlayan hərəkətdir. Bərabər yavaşlayan. Deməli, x oxunun əksinə yavaşlayan, bu da verilib B variantında. 68. Birinci halda cismin təcili 2-dir. Təcil 2-dirsə, biz kütləni tapa bilərik də. Qüvvə 10, təcil də 2. Kütlə nəyə bərabərdir? Qüvvənin təcillə nisbətinə. Deməli, biz 10-u bölsək birinci cismin təcilini, yəni 2-yə 5. Deməli, birinci cismin kütləsi 5 kiloqramdır. Bunu tapdıq. İkinci halda deyir ki, təcil 3-dür. Deməli, bu sistemin təcili 3-dürsə, ümumi bu kütləni tapa bilərik də. Qüvvəni bölərik təcilə. Qüvvə 24, bunların bir yerdə təcili 3. Deməli, kütlənin ümumi kütlə 8 olmalıdır. Yəni, 1 ilə 2-nin kütlələrinin cəmi 8 kiloqram. Birinci cismin kütləsini tapmışıq da 5. Onda ikinci cismin kütləsi nə qədər olacaq? Buradan biz görürük ki, ikinci cismin kütləsi 3 kiloqram olacaq. Bunu da tapdıq. İndi ikincinin birinciyə nisbətini istəyir. M2-nin M1-ə nisbəti. M2 3 kiloqram, M1-də 5, 5 də 3. Cavab C variantı. 69. Cismə təsir edən F1, F2 və F3 qüvvələrin əvəzləyicisini hesablayın. 3 dənə qüvvə var və üçünün bir yerdə əvəzləyicisini tapmalıyıq. Əvvəlcə biz F2 ilə F1-in əvəzləyicisini tapacaq və o gəlib F3 ilə üst-üstə düşəcək. Bu ikisinin əvəzləyicisi. 1 ilə 2-nin əvəzləyicisi nə qədər olacaq? Kök altında 60 dərəcə altda yönəldilir. 90 dərəcə bucaq altdadır. Bu belə tapılır. 6-nın kvadratı plus 6-nın kvadratı kök altında 72 və yaxud belə də demək olar ona 36 vur 2 kimi yazsaq 6 kökdə 2. Bu ikisinin əvəzləyicisidir. F3 ilə üst-üstə düşdüyünə görə, yəni F3 belə çıxır ki, onda F3 nə qədər? O da elə 6 kökdə 2 deməkdir. Bu ikisinin əvəzləyicisi ilə F3-ün bir yerdə əvəzləyicisi toplanır. Yəni, ümumi əvəzləyici nəyə bərabər olur? 2 dənə F3-ə, yəni 2 vur 6 kökdə 2-yə, başqa sözlə 12 kökdə 2. Ümumi əvəzləyici qüvvə 12 kökdə 2 olmalıdır. Y variantı. 70. Düz xətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyası üçün. Biz bilirik ki, cisim bərabər sürətli hərəkət eləyirsə, həmin hissədə əvəzləyici qüvvə 0-a bərabərdir. Hansı hissələrdə bərabər sürətli hərəkət var? 1 və 3 hissələrində qüvvə 0-dır. Deməli, yazıram F1x0, F3x0. Bunu bildik. 1 uyğundur buna. İndi burada iki hissəsində sürət getdikcə azalır. Yəni, təcilin proyeksiyası nədir? Mənfidir. Təcilin proyeksiyası mənfidirsə, onda belə çıxır. Qüvvənin proyeksiyası da mənfi olmalıdır. Deməli, F2x kiçikdir 0. 1 və 3 uyğun gəldi. Başqa uyğunluq yoxdur. Deməli, burada cavab olacaq 1 və 3. 71. Yenə də eyni tipdə bir sualdır. Əvəzləyici qüvvənin proyeksiyası üçün bərabər sürətli hissələrdə, yəni 1 və 3-cü hissədə bərabər sürətli əvəzləyici qüvvə olmur. Yəni, birinci hissədə də qüvvənin proyeksiyası 0, üçüncü hissədə qüvvənin proyeksiyası 0. 2-də sürət artır. Yəni, yeniləşəndir. Ona görə təcilin proyeksiyası müsbətdir. Onda ikinci hissədə qüvvənin proyeksiyası da müsbət olacaq. 1 və 3-də 0, 2-də müsbətdir. Deməli, 71-də də cavab olacaq 1 və 3. 72. Burada deyir ki, kütləsi 4 kiloqram olan cismin sürətinin zamanı asılı qrafikinə görə əvəzləyici qüvvəni təyin edilir. Əvvəlcə biz təcil tapa bilərik də. Təcil nəyə bərabərdir? Sürət dəyişməsi böl zaman. Sürət dəyişməsi 4-dür, zaman da 5-dir. 4-ü 5-ə böləcəyik 0,8. Buldu bizim təcilimiz. Kütləni də veriblər axı 4 kiloqram. Bunda əvəzləyici qüvvəni tapaq. Əvəzləyici qüvvə cismin kütləsi ilə təcilin hasilinə bərabər. Kütlə 4, təcil 0,8 vuracaq. Əvəzləyici qüvvəmiz olacaq 3,2 Newton. 73. Cismin təcilini buradan tapsaq, sürətin dəyişməsini zamana böləcəyik. 2-ni böləcəyik 4-ə, eləcək 0,5. Təcilimiz oldu 0,5. Kütlə də 3 kiloqram verilib. Əvəzləyici qüvvəni tapsaq, cismin kütləsi ilə təcilinin hasilinə bərabərdir. 3-ü vuracağıq 0,5-ə. Əvəzləyici qüvvəmiz olacaq 1,5 Newton.
74. Kütləsi 2 kiloqram olan cismin təcilini hesablayın. Əvvəlcə burada əvəzləyici qüvvəni tapsaq. 8 minus 3. Əvəzləyici qüvvəmiz olacaq 5 Newton. Əvəzləyici qüvvəni tapandan sonra təcil nəyə bərabərdir? Əvəzləyici qüvvənin kütləyə nisbətinə. Əvəzləyici qüvvə 5 böləcəyik kütləyə, yəni 2-yə. Təcilimiz olacaq 2,5 metr bölü saniyənin kvadratı. Keçirik 75-ci suala. Burada qüvvələr eyni yönəldiyinə görə əvəzləyicini tapanda toplayacağıq. 8 plus 10, əvəzləyici qüvvəmiz olacaq 18 Newton. Təcilini tapanda əvəzləyici qüvvəni kütləyə böləcəyik. Yəni 18-i böləcək 2 kiloqrama. Təcilimiz olacaq 9 metr bölü saniyənin kvadratı. 76. Cismə tətbiq olunan 2F və F qüvvələrinin birlikdə cismə verə biləcəyi ən böyük təcilin ən kiçik təcilə nisbəti. Nə vaxt cisim ən böyük təcili alır? Təbii ki, qüvvələrin ən böyük qiymətində. F ən böyük olanda, əvəzləyici qüvvə ən böyük olanda təcil ən böyük olur. Əvəzləyici qüvvə ən kiçik olanda da təcil ən kiçik olur. Nə vaxt bu iki qüvvə ən böyük olar? Eyni yönələndə. Eyni yönəlsə, onların əvəzləyici 3F-dir. Bəs nə vaxt ən kiçik qiymətini alır? Əks yönəlində. Əks yönəlsə, çıxacaq F. Bu da eləcək 3. Deməli, A1-in A2-yə nisbəti oldu 3. 77. Burada deyir ki, cismə tətbiq olunmuş 3F və F qüvvələrinin birlikdə cismə verə biləcəyi ən böyük təcilin ən kiçik təcilə nisbəti. Yenə də eyni tipdə bir sualdır. Təcil nə vaxt ən böyük olar? Bu qüvvələrin ona verə biləcəyi ən böyük qiymətdə. Təcil nə vaxt ən kiçik olar? Bu iki qüvvənin əvəzləyicisinin ən kiçik qiymətində. Ən böyük nə vaxt olar bu ikisi? Eyni yönəlsələr. Eyni yönələndə bunların əvəzləyicisi olur 4F. Bəs nə vaxt ən kiçik əvəzləyici qüvvə alınır? Bunlar əks yönəlsin. Çıxacaq 2F. 4F-i 2F-ə böləcək 2. Deməli, bu nisbət neçə olmalıdır? 2 olmalıdır. 77-də. 78. Qüvvələrin əvəzləyicisinin modulunu tapın. Bunun üçün biz proyeksiyalarını bilməliyik. F1-in x-də proyeksiyası olacaq 1/2 -1. F1-in y-də proyeksiyası son qiyməti 4-dür. Çıxılsın başlanğıc 1, 3 Newton. F2-nin x oxunda proyeksiyası 3 çıxılsın 2, 1 Newton, müsbət 1. F2-nin y oxunda proyeksiyası 4 çıxılsın 1, müsbət 3. Fx, F1x ilə F2x'in cəmidir. Bu da müsbət 1 ilə mənfi 1-in cəmi 0. Fy isə F1y ilə F2y'in cəmidir. 3 ilə 3'ü toplayacaq 6. Əvəzləyici qüvvə isə bu ikisinin kök altı cəmidir. Fx kvadrat plus Fy kvadrat. Bu da bərabər 0'ın kvadratı 0, 6'nın kvadratı 36, kökdə çıxır 6 Newton. Deməli, əvəzləyici qüvvə olacaq 6 Newton. 79. F1 və F2 qüvvələrin əvəzləyicisini tapın. F1'in x-də proyeksiyası 4 çıxılsın 1, 3 Newton. F1'in y oxunda proyeksiyası isə 3 çıxılsın 2, 1 Newton, müsbət 1. F2'nin x-də proyeksiyası 4 çıxılsın 1, müsbət 3 Newton. F2'nin y-də proyeksiyası isə 1 çıxılsın 2, mənfi 1 Newton. Fx, F1x ilə F2x'in cəmidir. Bunları toplasaq 6 Newton. Fy isə F1y ilə F2y'in cəmidir 0. Əvəzləyici qüvvə isə kök altında Fx'in kvadratı ilə Fy-in kvadratları cəmidir. Fx 6'dır, kvadratı eləyir 36, Fy 0'dır. 36 ilə 0'ı toplayırıq 36, 36'dan da kök çıxır 6 Newton. Əvəzləyici qüvvəmiz olacaq 6 Newton. 80. Düzxətli hərəkət edən 4 kiloqram kütləli cismin koordinatının zamanı asılı qrafiki verilib. İlk 2 saniyə müddətində bu cismə təsir edən əvəzləyici qüvvənin modulunu tap. Deməli, bu cisim ilk 2 saniyə müddətində 10 metr yerdəyişməyəcək. Biz təcili tapa bilərik də buradan. S bərabərdir AT kvadrat bölü 2-dən. A-nı tapsaq 2S bölü T kvadrat yazarıq. 2 vur 10 böl 2'nin kvadratı 4. 20'ni 4'e bölür 5. Təcilimiz 5'dir. Kütləni də verir bizə 4 kiloqram. Onda əvəzləyici qüvvənin modulunu tapsaq, F əvəzləyici bərabər MA. 4'ü vuracaq 5'ə 20 Newton.
81-ci sual. Uyğunluğu müəyyən edin. X oxu istiqamətində, bu bizə ipucudur ki, sürətin proyeksiyası müsbətdir. X oxu istiqamətində gedir axı. Düzxətli hərəkətlə cismin əvəzləyici qüvvəsi modulun zamanansıq qrafikinə uyğun müəyyən elində 1, 2 və 3. Birinci halda biz baxırıq, qüvvənin proyeksiyası mənfidir. Deməli, təcilin proyeksiyası da mənfi olacaq. Yəni, sabitdir də. Təcil sabit mənfi, sürət müsbət, təcil mənfi. Deməli, bu necə hərəkət ola bilər? Bərabər yavaşyan. Təcil mənfi olduğuna görə bərabər yavaşyan və sabitdir deyə bərabər yavaşyan oldu. 1-ə getdi Y, başqa uyğunluğu yoxdur. İkinci halda biz görürük ki, qüvvə artır. Qüvvə artırsa, deməli, təcil də artır da. Təcil artırsa, bu necə hərəkət olacaq? Artan təcilli. 2-yə uyğundur B. Üçüncü halda biz görürük ki, qüvvə sıfırdır. Qüvvə sıfırdırsa, deməli, təcil də sıfırdır. Təcil sıfırdırsa, bu necə hərəkətdir? Bərabər sürətli hərəkətdir. Ona görə burada D uyğundur. Və burada artan təcilli dedik. Bərabər yeniləşən hərəkət yoxdur deyə A heç birinə getmədi. Azalan təcilli hərəkəti yoxdur deyə C də heç birinə getmədi. 82-ci sual. X oxu istiqamətində düzxətli hərəkət edən, yenə X oxu deyirsə, sürətin proyeksiyası müsbətdir. Görək nələr uyğundur burada. Sürətin proyeksiyası müsbət. Biz görürük ki, qüvvə müsbət sabit, onda təcil də müsbət sabitdir. Sürət də müsbət, təcil də müsbət. Bu yeniləşən hərəkətdir. 1-ə uyğundur A. 2-də biz görürük ki, qüvvə azalır. Qüvvə azalırsa, təcil də azalır. Bu azalan təcilli hərəkətdir. 2-yə uyğundur C. Üçüncüsü də qüvvə sıfırdır. Deməli, təcil də sıfırdır. Təcil nə vaxt sıfır olur? Hərəkət varsa, bərabər sürətli hərəkətdə 3-ə də uyğundur D. Və salam, bugünkü dərsimiz bu qədər. Növbəti dərslərdə görüşərik.